Hər kəs salamlayıram. Dostlar, diqqətlə qulaq asın. Yenə deyirəm, ən böyük bir problem nədir? Qarının altında olan o yağ var ha, bax odur. Əksəriyyəti yenə deyirəm, çəki salır, bədəndən su çıxır 5 kilo. Su da ağırdır axı. Elə bilirlər ki, yox elə də olacaq. Yox, yağ öz yerində qalır. Bax diqqətlə baxın şəklə. Hamı sual verir necə oldu? Nizam-intizam və düzgün qidalanma. Bax axşam 7-də yeməyi tamamladın, yatmamışdan 2 saat yarım, 3 saat yeməyi tamamlasan yaxşıdır. Yatmamışdan qabaq dostlar, bir dənə kivi ya da bir dənə alma. İndi bəziləri deyir mən 3 dənə kivi yeyirəm. Siz dediniz ki, turşulu, yəni bunun turşuluğu insanı arıqlamağa kömək edir. Yox, mən demirəm 3 dənə sən depo yaradırsan axı. Axşam vaxtı 3 dənə, yəni kivi yemək olmaz axı. Sən düşünürsən sən 3 dənə yedin, bədən onun hamısını qəbul edir. Xeyr. Yəni artıq yedinsə depoya gedir. İndi əksəriyyəti deyir qreçka dediniz ki, yeyin arıqlayacaqsınız və s. deyir mən 2 kasa qreçka yedim. O da karbohidratdır. Bir daha söylürəm dostlar, çalışın nizam-intizamlı olun. Motivasiya var, hamı istəyir ki, arıqlasın, amma nizam-intizam yoxdur. Deyəndə ki, filan vaxtda bunu yeyinən deyir yadımdan çıxır. Yadından nə çıxır? Mən özümlə işə gedirəm, yemək aparıram. Sən niyə eləmirsən ki? Yəni bir daha söylürəm dostlar, təbii məhsul da yeyəndə çalışın depo yaratmayın. Hər kəsə uğurlar.